Kərbəla hadisəsi tarixüstü bir hadisədir. Kərbəla hadisəsi zaman və məkan çərçivəsini aşan bir hadisədir. Kərbəla hadisəsi bir millətə, bir xalqa aid deyil, ümum bəşəri bir hadisədir. Kərbəla iki insanın davası deyil, Kərbəla iki təfəkkür tərzinin toqquşmasıdır, iki dəyərlər sisteminin toqquşmasıdır. Kərbəlada haqq və nahaq tam mahiyyəti ilə üzə çıxdı. Haqq öz gözəlliyi ilə, batil öz eybəcərliyi ilə üzə çıxdı.